Bir ildən çoxdur yatmırdım. Bəkdən danışdın. Hə, yuxu bilmirdim, yatmırdım. İnanırsınız, gündüz də yuxum gəlmirdi. Bay yalandan uzanırdım, gözümü yumurdum belə. Yəni yuxumuz yox idi, Yox yatır. idi yuxum. Sonra hər yerim ağrıyırdı, bədənim ağrıyırdı. Nəfəs ala bilmirdim. Hipoksiya deyir həkim. Bəli. Bax, nəfəs ala bilmirdim. Beynimə qan get, boynum ağrıyırdı, qollarım, ayaqlarım buz kimi. Üşüyürdü, buzdu olurdu da belə. Hər yerimiz ağrıyırdı. Hər yerim ağrıyırdı. Hə, ondan sonra mənim bacım gəlmiş Taygun xanım. Mən elə deyirdi, ged ora, ged ora. Bir sancılar var idi başımın burasında. Effektini neçənci prosedurda Elə görürsünüz? inanırsınız 2 gündən sonra yatdım ki. Birinci prosedurda. 2-3 gündən sonra yatdım. Yuxu mən elə bilirdim, mən daha yata bilmərəm. Onda ağrı o qədər var idi, boynumu belə edirdim, səs gəlirdi də. İndi doktor, belə eləyirəm başıma, siz dediniz bloklaşıb ora. İndi belə eləyirəm, bu şey olur. Tak eləyir, açılır uca bura. Bax, belə döndərə bilmirdim. Burada indi açılır elə. Xəstəmizdə ümumi əzələ gərginliyi, güclü asidoz, qanın hərəkətliyinin zəifliyi, ümumi birləşdirici toxumanın xronik iltihabı və sonlanmayan iltihabı idi. Bu xəstəmizə drenaj detoksikasiya eləmişik. Həm də işlətdiyimiz dərmanların heç bir kimyəvi dərman deyil, qarbonalı dərman deyil. Hazırda heç bir ağrı kəsici də içmir bizim yanımıza gələni. Heç bir yəni revmatoid artrit gödəşini içmir, ağrıları da yoxdur. Əvvəl gəldiyinizlə indi gəldiyiniz arasında nə kimi dəyişiklik olub? Başım ağrısı keçdi, başım ağrımır. Bəli. Yuxu yatıram, bədənim yüngülləşib. Sonra ayaqlarım məsələn o dərəcədə də buza dönmür. Boyun bel, qol deyirdiniz. Hə, boynum, çiyinlərim, zadım hamısı ağrıyırdı. Yüngülləşmişəm deyə o ağrılar da yoxdur. Başınızın burasında deyirdiniz ki, ağrı var idi. Ağrı var idi, o da keçib də. O da keçib. Bir də mən özüm elə. O da keçib. O da keçib, yaxşı. Yəni nəfəs ala bilmirdim. Bəli, boğulurdunuz. Əsnəmək istəyirdim, o beynimə elə bir oksigen getmirdi, əsnəyə bilmirdim. Elə yarımçıq nəfəs alırdım da belə. İndi belə bədənimdə hiss edirəm yüngülləşmişəm.